Mən Cəbi Əmirvaroğlu Bəhramov 1959-cu ilin iyununda Qərbi Azərbaycanın Qafan rayonunda anadan olmuşam. Bütün ailəmiz orada yaşayırdı, amma onu da qeyd edeyim ki, Zəngəzur bu qədim torpaq ümumi sahəsi 7,82 min kvadrat kilometr olduğuna görə bu 7 bölgənin demək olar ki, hamısında mənim qohum əqrabalarım yaşayırdı. 1961-ci ilin əvvəlində rəhmətlik babam, ata kişinin tövsiyəsi ilə biz Qərbi Zəngəzurun digər bir bölgəsinə, rayonuna, Meyr rayonuna köçməli olduq. Bunun da səbəbi var idi. Çünki bayaq qeyd etdiyim kimi Zəngəzurun istər Qafan, istər Zəngilan, Qubadlı, Goruz və Meyr rayonlarında qohumlarımız çoxudur. Amma açığını deyim ki, bunlardan çoxundan bizim də xəbərimiz yoxdur. Bu məsələləri mən sonradan bildim. Rəhmətlik atamdan çox şeyləri öyrəndim. Və onu da qeyd edeyim ki, o regionun o vaxt ən nüfuzlu adamlarından biri olduğuna görə mənim babamın atası Mehrəli kişinin çox böyük nüfuzu olub və vaxtilə 19-cu əsrin xüsusilə ikinci yarısında yerli bəylərə və çar müstəmləkə zülmünə üsyan qaldıran, qaçaqla bilən onun dostluq münasibətləri də olub. Və babam çox xeyirxah adam olduğu üçün o regionun bütün o bölgələrindən onun təsərrüfatında işləmək üçün müraciət edənlər olub və bir növ belə deyim də çox böyük insanlıq nümunəsi göstərərək həmin adamlara əl tutub və Sovet hakimiyyəti illərində repressiyaya məruz qaldığına görə bu demək babam ata kişinin tövsiyəsi ilə biz Meyr rayonuna köçməli olduq. O rayonun bir neçə kəndi var idi. Onların içərisində Aldərə kəndi xüsusilə seçilirdi. Çox qədim kəndlərdən biridir. Mənim apardığım araşdırmalar, tədqiqatlar nəticəsində məlum oldu ki, bu kəndin adı ilk orta əsrlərdən müxtəlif mənbələrdə demək adı gedir və həm də vaxtilə eradan əvvəl 2-ci əsrdən başlayaraq öz başlanğıcını götürən İpək yolunun bir qolu hansı ki demək Cənubi Azərbaycanın, Şimali Azərbaycanın ortasından axan Araz çayından keçdiyi üçün onun sağ sahilindən həmin kənd, həmin İpək yolunun sağ sahilində yerləşirdi və təmiz Azərbaycan düşlərinin bəlkə də 2000-dən çox bir dövr əhatə edən demək, dövr ərzində burada məskunlaşdığı, yaşadığı artıq təsdiq olunub. Çünki orada olan toponimlər, yer adları belə bir fikir söyləməyə əsas verir. Mən özüm tarix elmi sahəsində çalışan bir insan olaraq və uzun müddət bizim Azərbaycan Milli Elmlər Akademiyası Tarix və Etnologiya İnstitutunda elmi işlər üzrə direkt müavin işləyərkən, digər rəhbər vəzifələrdə işləyərkən bu ərazilərimizin tarixi coğrafiyası ilə, o cümlədən Zəngəzurun tarixi coğrafiyası ilə maraqlandığım üçün burada rast gəldiyimiz, bütövlükdə bu hamısını Qərbi Azərbaycana aid eləmək olar, şamil etmək olar. Yer adları, toponimlər və o cümlədən hidronimlər, omonimlər hamısı Türk mənşəli, Azərbaycan mənşəli bilavasitə demək toponimlərdir. Və onu da qeyd edeyim ki, mənim xahişimi nəzərə alaraq bizim qədim dövr üzrə mütəxəssislərimiz, hansı ki mixi yazılı mətnləri çox gözəl oxuyurlar. Demək, Allahverdi Əl-Müzəyev, Ramin Əlizadə, oradan xahiş etdikdə hətta Aşşur mixi yazılarında, mətnlərdə
O cümlədən Urartu mixi yazılarında, mətnlərdə Zəngəzurun bir çox yerlərinin, toponimlərinin adları gedir. Məsələn, Qafan şəhərinin adı, Corus şəhərinin adı, Meyr şəhərinin adı gedir. Aşır mənbələrində var. Və bu belə bir fikri söyləməyə əsas verir ki, əgər Assuriyalılar oranı işğal edərkən, onu da qeyd edeyim ki, bu Azərbaycan ərazisi çox, bəlkə də ən çox təcavüzə məruz qalan ərazilərdən biridir. O cümlədən Zəngəzurun ərazisi, Qarabağın ərazisi, Qərb Azərbaycanın demək olar ki, bütün əraziləri müxtəlif dövlətlərin ərazilərinin arasında yerləşdiyinə görə Azərbaycan ərazisində təşəkkül tapmış dövlətləri işğal etmək üçün, əraziləri işğal etmək üçün onlara təcavüzlər ediblər. Və bu da istər Urartu mixi yazılı mətnlərdə, o cümlədən Aşşur mixi yazılarında öz əksini tapıb və orada hətta bizim 61-ci ildə məskunlaşdığımız Ağdərə kəndinin təxminən bir 10 kilometr məsafədə yerləşən Əlvana kəndi vardı. O kəndin adı orada öz əksini tapıb. Yəni bu fikri söyləməkdən məqsədim ondan ibarət ki, işğal edən qüvvələr təbii ki, yerli əhalidən soruşarkən bu yerin adı nədir deyə, təbii ki, yerli əhalidən soruşublar. Əgər o zaman o ad elə idisə, indi də elə idi. Deməli, bu yerin yerli əhalisi, avtoxton, aborigen əhalisi Azərbaycan türkləri idi. Bunun başqa adı da yoxdur. Çünki bu mənbələrlə təsdiq olunub. Mən 66-cı ildə o kənddə demək, fəaliyyət göstərən Böyük Azərbaycan şəhəri Səmədoğlu'nun adını daşıyan orta məktəbin 1-ci sinifə getmişim. Və 76-cı ildə oranı bitirdikdən sonra, təbii ki, o zaman Qərb Azərbaycanda ali təhsil ocaqları, xüsusilə İrəvan şəhərində demək, fəaliyyət göstərən pedaqoji institut vardı. Amma mənim arzum universitet təhsil almaqdır. Və 76-cı ildə demək, orta məktəbi əla qiymətlərlə bitirib, demək, Bakı şəhərinə gəldim və birinci ili keçə bilmədim. Alman dilindən zəif olduğuma görə keçə bilmədim. Nəhayət bir il ərzində çox, belə deyim, səylə çalışdım, öyrəndim və nəhayət 1977-ci ildə o zaman müasir Azərbaycan dövlətinin qurucusu, o zaman Azərbaycan SSR rəhbərliyindən öndərimiz Heydər Əliyev keçmiş SSR-nin başqa şəhərlərinə tələbələri oxumaq üçün göndərirdi, mütəxəssislərin hazırlanması üçün. Bu da təbii ki, müasir Azərbaycan üçün idi. O zaman Azərbaycanın gələcəyi, müstəqil Azərbaycan dövlətinin yaradılması fikir üstündə düşünürdü. Onun üçün də kadrların hazırlanması işini o vaxtdan görürdü. Bu özünü bir çox sahələrdə göstərib, o cümlədən müxtəlif sahələr üzrə kadrların hazırlanması və mən o zaman sənədlərimi Bakı Dövlət Universitetində fəaliyyət göstərən, başqa şəhərlərdə oxuyan tələbələrin demək, dekanlığı vardı, oraya verdim və qardaş Özbəkistanın paytaxtında olan Daşkənd Dövlət Universitetinin Tarix Fakültəsinə daxil oldum. Oranı demək olar ki, mən bitirdikdən sonra, yəni 1982-ci ildə bitirib birbaşa təyinatımı Azərbaycan Milli Elmlər Akademiyasına, Bakı Xanabadyan Tarix İnstitutuna, o vaxt belə adlanırdı. Və indiyə qədər də bu institutda çalışıram. Amma yaşadığım ərazi, bayaq qeyd etdim, çox demək, rəngarəng bunun təbiəti vardı. Çoxlu abidələri vardı, pirləri vardı. Məsələn, yer adlarına gələndə toponimlər, hansı ki biz Qərb Azərbaycan tarixini araşdırarkən, demək, orada biz, demək, qardaş Türkiyənin o vaxt Osmanlı hökumətinin tapşırığı ilə 1500
90-cı ildə, 1593-cü ildə, 1727-28-ci illərdə hazırladığı icmal dəftərlərində həmin ərazidə, Zəngəzurun ərazisində yerləşən kəndlərin böyük əksəriyyətinin adına rast gəlirik. Demək, mən orada, məsələn, İz kəndi deyilən kəndin, Pagey kəndi deyilən kəndin adına, o cümlədən Avadan Gəray, Süngülan, Tas, Avgəz, Xəllərgah, yəni bu toponimlərə Kürdəzir, Dırbıstan, yəni çox yerlər var ki, burada buranı bilən, buranın coğrafiyanızı bilən insanlar heç vaxt erməni adlı bir toponimə rast gələ bilməz. Yoxdur belə adlar. Hətta bayaq qeyd etdim, o Əlvana kəndi var idi. Orada demək, o kəndin adı mix yazılarda qeyd olunur və həmkarım Allah verdi Əlmirzəyev bu materialı mənə ayrıca olaraq təqdim edib. Onu qeyd edeyim ki, əhalinin çox ziyarət etdiyi, bayaq dediyim pirlər vardı ki, bu istər Meğ rayonu arasında, istər Zəngilan rayonu arasında, istər Qafan rayonu arasında, Gorusda, o cümlədən Qarakilsədə, Laçında, Qubadlıda, yəni bu yerlərdə çoxdur. Əgər Zəngilan ərazisini götürsəniz, orada bir çox müqəddəs şəxslərin adına ziyarətgahlar var. Məsələn, daha çox Seyid Həsən ağa, Seyid Hüseyin ağa deyilən şəxslər olur ki, onlar hətta 20-ci əsrin əvvəllərində yaşamışlar və bu ailəni, bu müqəddəs ocağı çoxları ziyarətə gəlirdi. Təbii ki, Zəngəzurun ərazisində, məsələn, Meğ rayonu arasında Buğaçər deyilən demək, ziyarətgah var ki, bu vaxtilə ərəblərin Azərbaycana hücumu zamanı ərəb sərkərdəsi Buğa Əl-Kəbirin adı ilə demək, tədqiqatçılar bunu bağlayır. Bu da həqiqətə uyğundur. Məsələ arasındadır ki, Babəkin Xürrəmilər hərəkatının rəhbərliyi zamanı o yerin təbii coğrafi şəraiti belədir ki, təbii coğrafi şərait çox uğurlu hərbi əməliyyatlar aparmağa imkan verir. Və bu Əl-Kəbir də Xürrəmlərə qarşı mübarizədə həlak olmuşdu. Və onun dəfn olunduğu yer İslamı qəbul edən, demək, yerli əhalinin tam əksəriyyəti tərəfindən bir demək, pir kimi qəbul olundu. Ora ziyarətə gedirdilər. Amma əlimizdə olan son məlumatlara görə həmin ziyarətgah artıq erməni vandalları tərəfindən məhv edilib. Digər bir ziyarətgah yenə Meğ rayonu arasında Baba Hacı deyilən yerdə idi. Orada hətta bəzi versiyalara görə Babəkin böyük qardaşı, anası və həyat yoldaşının dəfn olunduğu ehtimal olunur. Çünki onu satan demək, knyaz Səhli Sumbatın qızıl rüşvəti müqabilində Babəki satdığı versiyası da var. Bu bir çox əsərlərdə, o cümlədən mərhum akademik Ziya Bünyatovun Azərbaycan 7-9-cu əsrlərdə monoqrafiyasında da öz demək, əksini tapıb. Onu qeyd edeyim ki, burada bir çox yerlərdən, o cümlədən Baba Hacıdan aşkar olunan petroqraflər, qaya üstü petroqraflər aşkar olunub ki, bu da belə bir fikri söyləməyə əsas verir ki, Zəngəzur ərazisi demək, Azərbaycan bütövlükdə götürəndə, istər şərqi, istər qərbi Zəngəzur ərazisi Azıq mağarası ilə Naxçıvan arasında aşkar edilən Qazma mağarasının arasında yerləşir. Bu belə bir fikri söyləməyə əsas verir ki, ən qədim insanların məskunlaşdığı bu ərazi həmin ərazilərdən biridir. Və çox təəssüflər olsun ki, Azərbaycan alimləri tərəfindən Qərbi Zəngəzur ərazisi və o cümlədən Şərqi Zəngəzur ərazisi çox zəif, demək olar ki, öyrənilməyib. Və orada aşkar olunan mağaralar, xüsusilə Laçın rayonu arasında, Gorus rayonu arasında, Qarakilsə rayonu arasında,
o cümlədən Qafan rayonu arasında. Ola bilsin ki, orada da Azıq mağarasının yaşına bərabər, Qazma mağarasının yaşına bərabər bilavasitə qədim yaşayış məskənləri aşkar oluna bilərdi. Amma məsələn, oradakı hidronimlərə, sonra omonimlərə baxanda hamısı məsələn türk adları idi. Qədim Azərbaycan türk toponimləri ilə bilavasitə onunla zəngindir. Məsələn, dağın Qafan rayonu ilə Min rayonu arasında yerləşən bir yerdə Saqqarsu deyilən yerin altından çay boyda belə bulaq var idi. Və ondan Saqqarsu deyirlər. Saqların suyu. Yəni bu toponimlər bilavasitə çox şey deyib və o cümlədən onu Ordubat rayonu ilə ayıran ərazidə məsələn ora Ələngəz dağı deyirdilər. Məsələn digər Qafan rayonu ilə Meğri rayonu ayıran ərazidə yer vardı. Ona Tanrıqulu yaylağı deyirlər. Sadə məişət dilində Tarqulu yaylağı kimi gedirdi. Yəni baxdıqda burada toponimlərdə bu torpaqların Azərbaycan torpağı olması fikrini bilavasitə təsdiq edir. Mən universitetdə oxuyarkən də hər yayda demək, semestr imtahanlarını, sessiya imtahanlarını vaxtından əvvəl verirdi. Çünki o yer məni həmişə çəkirdi. Xüsusilə yaylaqlar mənə çəkirdi. Rəhmətli atam və anam da hər ikisi təsərrüfatla məşğul olduğuna görə biz hamıdan tez yaylaqlara gedərdik. Orada məsələn Ağsu, demək, Qarasu deyilən, demək, bu təsərrüfatla məşğul olanların yerləri var idi. O cümlədən Uzun Zəmi deyilən yer var idi. Mallı ev deyilən yer var idi. Və burada mən onu da xatırladım ki, bir çox yerdə, məsələn, şəxsən mənim özüm 8 kilsəni saymışdım, amma o kilsələrin heç birisinə ermənilər ibadətə getmirdi. Məsələ burasındadır ki, onların memarlıq üslubu da tamamilə fərqlənirdi. Bu mənim demək, gəldiyim nəticəyə görə burada yaşamış qədim Qıpçaqların, türk tayfalarının xristianlığı qəbul etdikdən sonra inşa etdikləri kilsələrdir. Yəni burada həm memarlıq üslubu tamamilə erməni demək, kilsələrinin memarlıq üslubundan tamamilə fərqlənirdi. Və yerləşdiyi ərazilərdə də, yenə deyirəm, bir dənə də olsun erməni adlı toponimə rast gəlinmirdi. Hətta mən onu dedim ki, Ağdərə kəndindən təxminən bir 2 kilometr yuxarıda mallı ev, yəni malı olan evlərdən söhbət gedir. Erməniləri ora, demək, 1831-ci ildən sonraki, artıq 1828-ci ildə Düşmənçay müqaviləsinin olmasından sonra Rus məmuru Şopenin verdiyi məlumatlar da bunu təsdiq edir. Köçürülən ermənilər yerləşdirilmişdi. Götürəndə çünki Zəngəzur ərazisi bütövlükdə o zaman Qarabağ xanlığının tərkibində olub və Qarabağ xanlığı ərazisinə demək, Qacarlar İranı arasından köçürülən əhalinin ailələrinin sayı 8249 ailə idisə, onu ailə sayına çevrikdə təxminən 40 min nəfər köçürmüşdü. Onların da böyük hissəsi həmin ərazilərdə yerləşmişdi. Bunlar köçən ermənilər bilavasitə özləri üçün ibadət yeri demək, inşa etmək üçün kilsənin tikilisinə başlasalar da yarımçıq qalmışdı. O yarımçıq qalan kilsənin də xarabalıqlarını mən görmüşdüm. Və onu da qeyd edeyim ki, Sovet dövründə o dövrün şahidlərinin dili ilə, mən onların böyük əsərəti ilə söhbət edəndə mənə deyirdilər ki, bəs o gələn ermənilərlə biz söhbət edərkən xüsusilə Azərbaycan dilini, Azərbaycan türkçəsini bilən Qacarlar İranı arasından köçürülən ermənilər bizə deyirdilər ki, bizi aldadıblar, bizə deyirdilər ki, bəs sizə burada gəlsəniz, yəni söhbət Sovet dövründən gedir, sizə
yaşadığımız evlərin həyətinə gələn kranlardan şikalatla süd axacaq. Bunları o şəkildə aldadıb ora köçürmüşlər. Və onu da qeyd edeyim ki, yaşadığımız kənd çox qədim kənddir. Çıxışımın əvvəlində söylədim. Çünki bu kəndin nə az nə çox 4 qəbristanlığı var. Məsələn, Cənubi Azərbaycan ərazisində yerləşən Kələybər toponiminə həm də kəndin Arazın sahilində yerləşən ərazi vardı. Onlara həmin yerə yerli əhali Kələybər deyə müraciət etdilər. Çox böyük üzüm bağları vardı, ərik bağları vardı, şaftalı bağları vardı, nar bağları vardı. Çox zəngin. Hətta mən onu deyim ki, bu kəndin meyvələri öz əksini o zaman bu ərazidən İpək yolu ilə demək gedən səyyahların kitablarında o yazdıqları demək xatirə kitablarında öz əksini tapır. Məsələn, Övliya Çələbinin kitabında həmin kənddə yerləşdirən üzüm növlərindən söhbət açılır. Yəni, çox zəngin torpağı vardı. Bəlkə də dünyanın hər növ meyvəsini desən, o kənddə tapmaq olardı. Əslində baxanda Ordubad meyvələri çox məşhur olsa da, amma böyük əksəriyyəti həmin kənddən aparılmışdı Ordubada. Yəni, o torpaq çox münbit torpaqdır. Əslində baxanda Ordubad şəhəri ilə həmin kənd arasındakı məsafə 1 saat ərzində ora gedib çatmaq elə də bir çətinlik yaratmırdı. Bundan bərabər çox gözəl bir, belə deyim, yüksək mədəniyyəti olan bir kəndidir. Əhlisi çox yüksək mədəniyyət sahibi idi. Dediyim kimi, Səmədqulunun adına orta məktəb fəaliyyət göstərirdi. O kənddə mənə dərs deyən müəllimlərin üçü o vaxt əmişlər müəllim adına layiq görülmüşdü. Mən onları heç zaman unutmuram. O zaman məktəbimizin direktoru işləmiş mərhum Səfərəli müəllim İbrahimov, Bağır müəllim İbrahimov, Həsən müəllim Məmmədov və bir çoxları mənə ilk orta məktəbə gedərkən, 1-ci sinifə gedərkən dərs deyən Zaman müəllim Məmmədov, Lətifə xanım vardı bizə 4-cü sinifdə dərs demişdi. Rəhmətli Abbasqulu müəllim Quliyev, Qulu müəllim Mahmudov, bizim İdman müəllimimiz, onun oğlu sonradan bizim Bakı şəhər yol polisi idarəsinin rəisi oldu. Müşrəvan demək Məhərrəmov, səhv eləmirəmsə, o kənddə təhsil almışdı. Bu kənddən deyim ki, çox məşhur insanlar çıxmışdı və məsələn, mən uzun müddət Azərbaycan SSR Dəmir Yolları İdarəsinin rəisi işləmiş Abbas Bağırov və Neftçi komandasının məşhur futbolçularından biri Adil Babayev. O cümlədən ilk dəfə sosialist sənaye qəhrəmanı adını alan Firidun Ağayev. Çox demək, o cümlədən 18-ci ildə ermənilərin törətdiyi bu qırğınlar nəticəsində kəndi tərk edən və Gəncə şəhərinə köçən ailələrdən biri demək Elxan müəllim Hüseynovun valideynləri olub, babaları olub. Elxan müəllim Hüseynov bizim həm diplomatımız, həm də uzun müddət Sumqayıt Dövlət Universitetinin rektoru işlədi. Yəni o kənd böyük insanlar Azərbaycanımıza bəxş edib və onu da deyim ki, o zaman kənddə toy olarkən Azərbaycanımızın ən məşhur sənət ustaları, muğam ustaları həmin el şənliyini yola necə keçirmək üçün gəlmişlər. Məsələn, mən çox məmnuniyyətlə bizim tanınmış muğam ustamız və 100-dən çox bizim mahnımızın demək müəllif olan Əli Baba Məmmədov, Əbülfət Əliyev, Sabir Mirzəyev, Niyaməddin Musayev və bir çoxlarının adlarını çəkə bilərəm ki, onlar 70-ci illərdə bizim kənddə
bu el şənliyini keçirmək üçün gələrdilər. Hətta o kəndin cavanları o qədər bu idmana böyük həvəs göstərirlər ki, əgər eşidirlər ki, Neftçi komandasının bu gün demək futbol matçı olacaq, oyunu olacaq, demək qatara minirdilər. Özdə qatar gəlib ora çatanda səhər saat 9-da çatırdı. Onlar axşam orada 9-a qalmış minirdilər qatara, gəlib Neftçinin burada o oyunu izləyib, sonra demək kəndə qayıtdılar. Yəni bu qədər böyük bir istək vardı. Çünki yəqin ki, sual olunur ki, bu torpaq necə olub ki, keçib vermələrin tabiri ilə. Bunu mən dəfələrlə yazdığım məqalələrdə, bizim hazırladığımız Zəngəzur demək monoqrafiyasında vermişəm. Çünki Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq 1920-ci il aprelin 28-də Şimali Azərbaycan işğal olunub və Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldığına görə demək həmin ilin oktyabrından başlayaraq, çünki araşdırmalar belə bir fikri söyləməyə əsas verdi ki, hələ 20-ci ilin iyunundan Sovet Rusiyası Daşnaq Ermənistan ilə danışıqlara başlayır və artıq avqust ayının 10-da onlar demək Qərbi Zəngəzurun, o cümlədən Dərərəyizin Daşnaq Ermənistana verilməsi ilə bağlı onlara vədlər verir. Və bunlar necə deyirlər, vəd vermişlər, onu da etdilər. Çünki əslində baxanda mahiyyət etibarilə bolşeviklərlə daşnaqlar arasında siyasi və ideoloji nöqteyi nəzərdən elə bir fərq yoxdur. Və bunlar 1920-ci ilin noyabrın 30-da Nərimanovu məcbur elədilər. Bakı Şəhər Partiya Komitəsinin və Azərbaycan Kommunist Partiyası Məşğul Komitəsinin bircə iclasında elan etsin ki, cümlə necə var elə deyirəm. Bundan sonra demək söhbət noyabrın 30-dan gedir. Yaranmış Ermənistan SSR-lə Azərbaycan SSR arasında sərhəd yoxdur və Naxçıvan verin. Naxçıvan və Zəngəzur Ermənistan SSR-nin ayrılmaz tərkib hissəsidir. Və bunu özü oxuyandan sonra bu dəhşətin nə qədər faciələr törədəcəyini bilən Nərimanov sonralar çox çalışsa da bu buraxılmış səhifin düzəldilməsinin qeyri-mümkün olduğunu gördü. Və 1920-ci ilin noyabrın 30-dan 21-ci ilin iyunun 15-nə qədər Qərbi Zəngəzurun 3 bölgəsinin Qarakilsə, Qafan və Gorusun Ermənistan təşkilinə verilməsi haqqında qərar qəbul edir. Amma Meğri rayonu məsələsi 29-cu ilə qədər davam edir. Fevral ayının 18-də onu verəndən sonra, yəni Zəngilan rayonu ilə Ordubad rayonu arasında olan məsafə 46 kilometrə bərabərdir. Bu ərazini demək fevralın 18-də qəbul edilən Cənubi Qafqaz demək bürosunun qərarı ilə bilavasitə Ermənistan SSR tərkibinə və 3 kənd daxil olmaqla, Toğut, Ernəzir və Nüvəli kəndləri də daxil olmaqla, o cümlədən Əldərə kəndi Meğri rayonu təşkilinə verilir, yaradılır və Ermənistan SSR tərkibinə verilir. Və bununla da Cənab Prezidentin dediyi kimi Türk dünyasını parçalamaq üçün Meğri rayonunun Ermənistan SSR tərkibinə verilməsi ilə Türk dünyasının parçalanması prosesi baş verdi. Bu da bizim kürəyimizə sancılan bir xəncərədir. Və mən onu da xatırladım ki, 87-ci ilin sentyabrına qədər mən ora gedib gələ bildim. Və 88-ci ildə bilirsiniz ki, demək, daha doğrusu 87-ci ilin noyabrın 20-sindən sonra, çünki ondan bir ay əvvəl, oktyabrın 20-sində Azərbaycan xalqının köçəmli dövlət xadimi, Ulu öndərimiz Heydər Əliyev
demək, Sovet İttifaqı Komünist Partiyası Məşğul Komitəsinin siyasi bürosu üzvlüyündən və o cümlədən İstintaq Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən demək, istefa verməyə məcbur edildi. Və o getdikdən bir ay sonra qeyd etdiyim kimi noyabrın 20-sindən sonra bunlar açıq. Çünki noyabrın 18-də Qarbaçovun köməkçisi Agambekyan Parisdə etdiyi çıxışında Qarabağ məsələsinin müzakirə edildiyini və bu məsələnin tezliklə müsbət həll olacağı haqqında demək çıxış edir və bu məsələ özünü Parisdən Fransa kommunistlərinin qəzeti Le Humanité qəzetində öz əksini tapmışdı. Onu da qeyd edeyim ki, həmin qəzeti bizim institut o zaman Moskvadan gələn demək hansı bilavasitə təcrübəyə getmişdi. Tarix müəllim Dostiyev, indi Bakı Dövlət Universitetində kafedra müdürüdür. Ona həmin qəzeti Patrice Lumumba Universitetində təhsil alan bir nəfər demək Afrikalı tələbə mərhum bizim həmkarımız tarix elmləri doktoru Aydın Balayevə təqdim etmişdi. Aydın Balayev həmin qəzetə vermişdi demək Tarix Dostiyevə və Tarix Dostiyev onu çatdırdı bizə. Biz onu institutun o zaman direktoru mərhum akademik İqrar Əliyevə təqdim edəndə təsəvvürə gətirin ki, elə bil ki bomba partladı. Diş atıldı yerindən, lənətə gəlmişlər, yenə başladılar. Şimdi biz anlamadıq nə üçün belə reaksiya. Bunu mən yenə özü də Qərb Azərbaycandan olan həmkarım Elmar müəllim Məhərrəmovla bir yerdə biz təqdim etmişdik və məsələnin mahiyyətindən xəbərimiz yox idi. Və o ayağa qalxıb yumruğunu stolun üstünə çıxanda ki, heyf Heydər Əliyev yoxdur. Bu sözü işlətdi. Buna üçün bu sözü işlətdi, biz bilmirdik. Açıqlayım. Və çox mənə xahiş elədi ki, o Sarı xanım Aşırbəylini tapın. Mən Sarı xanım Aşırbəyli o zaman artıq yaşlanmışdı, amma bizim Azərbaycan Şirvanşahlar Dövləti tarixini yazan görkəmli alimlərimizdən biri idi. O fransız dilini çox gözəl bilirdi. Çünki fransız dili kollecini İstanbulda bitirmişdi. Və onu mən dəvət elədim, gəldi. Qəzeti oxuyanda İqrar müəllim ona sordu ki, Sarı xanım, mən bunu oxuduğumu düzgün anlamışam, yoxsa yox? Dedi, düzgün. Ermənilər ərazi iddiasındadır. Və o saatı öz sürücüsünü çağırıb Mərkəzi Komitəyə gəldi. Çox təəssüflər olsun ki, Mərkəzi Komitənin o zaman birinci katibi və ideoloji məsələlər üzrə katibi onu çox soyuq qarşılamışlar. Və çox əsəbi şəkildə qayıtdı. Ki, bunlar başa düşmür ki, Respublika əldən gedir. Biz də soruşduruq ki, axı sizə nə cavab verdilər? Dedi ki, əşi, panikaya düşməyin, təşvişə düşməyin, heç bir şey yoxdur. Yəni, bu qanmazlar başa düşmədi ki, söhbət Respublikadan, onun taleyindən gedir. Və yenə əlini çıxdı stolun üstünə. Heyf ki, Heydər Əliyev yoxdur. Biz ondan sonra, o söhbətdən sonra anladıq ki, ermənilər növbəti dəfə ərazi iddiasını qaldırırlar. Çünki o bizə söhbət edir ki, bu hadisələrin tarixi, yəni konkret olaraq, mən elə 18-20-ci illəri demirəm, 1945-ci ilin aprelindən başlayaraq ermənilər mütəmadi olaraq ta 87-ci ildə daxil olmağına Azərbaycana Qarabağın dağlıq hissəsi ilə bağlı ərazi iddiaları ilə demək, mərkəzi hökumətə müraciətlər edib, amma hər dəfə demək, rədd cavabı almışlar. Amma bu dəfə artıq Qarbaçova söykənərək Qarabağ ərazisinin, dağlıq hissəsinin Ermənistan İstihbarat Təşkilatına verilməsindən bağlı ondan vəd almışdılar. Bu da şübhəsiz deyil, çünki cənab prezident 44 günlük müharibədən sonra işte bunlar Şuşa sakinləri hansı ki Şuşa şəhərinə qayıdarkən onlarla görüşdü. Belə bir ifadə işlədi ki, bizə məlumdur ki,
istər Qorbaçov, istərsə də Yeltsin Qarabağı ermənilərə vermək istəyirdi. Və o məqam bu fikri də təsdiq edir ki, bəli, o zaman demək Azərbaycan əhalisinə qarşı Qərbi Azərbaycanda yaşayan bütün rayonlar istisna olmaq hamısında artıq mənəvi psixoloji terror başladı. Və mən onu da deyim ki, mən öz valideynlərimi, hansı ki, Meğri rayonundan qaçqın düşmüşlər, Azərbaycanın Mincivan qəsəbəsində. Mən orada gördüm. O, mənim əmələrim həmin rayonun Qafanla həmsərhəd olan kəndində yaşayırdılar. Mən onları gördüm. Və bütün istər Qafan, istər Meğri rayonundan qaçqın düşmüş insanlar gördükdə, siz adam dəhşətə gəlirdi. Hətta o zaman orada mən gördüyüm Rusiya hərbi prokurorluğundan, daha doğrusu SSR hərbi prokurorluğunun 3 nümayəndəsi vardı. O stol arxasında oturanda mən onlara soruşdum ki, axı SSR deyilən dövlət mövcuddur. Bu insanların hüquqları nə üçün pozulur və sizə onların belə bir cana baxırsınız. Stol arxasında keyfləri yüksək idi və onlar o sirri gizlətmədən mənə açdılar ki, biz belə bir əmri Moskvadan almışıq. Yəni, bilavasitə artıq Qorbaçov və onun ətrafındaşların əmri ilə bu cinayət törədildi. Və onu da qeyd edeyim ki, yəni, hətta o mənə söylənilən bir faciəvi hadisəni danışmaq istəyirəm ki, bir qadın, bir gəlin, Azərbaycanlı gəlini öz qaynanasını 17 kilometr məsafədə piyada gətirmişdi. Ermənilərin əlinə düşməsin deyə. Və ona görə də o ərazidə, Zəngəzur arasında nüvəli kənd idi ki, o öz müqavimətini 1991-ci ilin sentyabrın 6-sına qədər göstərə bilmişdi. Sonra Rusiya Federasiyasının danışıq keçmiş hələ SSR artıq dağılma ərəfəsində idi. Onların bilavasitə yardımı ilə həmin əhali də deportasiya olunaraq Zəngəzur rayonunun Vicdanlı kəndinə gətirmişlər. Və bu onu göstərdi ki, bilirsiniz, bu məsələni biz araşdırdığımıza görə bütün Qərbi Azərbaycan üzrə, istər İrəvan olsun, istər Qərbi Azərbaycanın bütün bölgələri olsun, o cümlədən Zəngəzur olsun, bizim üçün heç bir fərqi yoxdur. Çünki bu bizim cənab prezident dediyi kimi əcdadlarımızın yurdudur, ata-babalarımızın yurdudur. Və biz ora qayıtmaq üçün bütün bu həqiqətləri söyləməli, deməli, onu bizim təbii legitimlik hüququmuz tələb edir. Və digər tərəfdən, əgər cənab prezident 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan icmasına gəlib o fikri söyləyərkən ki, biz mütləq ora qayıdacağıq, deməli, bu birinci şəxsin dilindən çıxan sözlərdir. Ona kimisə şübhəsi olmamalı. Və bir faktı da xatırladacağım ki, o televiziya jurnalistləri söhbətində dedi ki, mən babamı görməmişəm. Mən demək, doğulanda babam artıq vəfat etmişdi. Və biz öz əcdadlarımızın ruhu qarşısında məsuliyyət daşıyırıq. Və babam və onun ailəsi, o cümlədən nənəm, ermənilərin vəhşiliyin qurbanı olublar. Və mən onların ruhu qarşısında bilavasitə məsuliyyət hissi keçirərək onların istəyini yerinə yetirmək üçün biz bu prosesi başlamışıq. Cənab prezidentin dediyi sözlər bu fikrin əsas məzmununu təşkil edir. Ona görə də mən qəti şəkildə inanıram ki, hamımız, yəni Qərbi Azərbaycandan deportasiya olunanlar, vətənlərindən məhrum edilənlər, biz hamımız torpağa qayıdacağıq
Buna çox böyük ümidimiz var. Bu istiqamətdə çalışırıq. Çünki bu torpaq bizimdir. Bizim legitimlik hüququmuzdur, insanlıq hüququmuzdur. Bu hüququ bərpa etmək üçün əlimizdən gələn nə varsa onu görməyə hazırıq.